Kapital Bank tərəfindən müştərilərə aid məlumatların internetdə satışa çıxarılması, istifadəçilərin adları və parollarının paylaşılması iddiası həqiqəti əks etdirmir. Sfera az məlumat verir ki, bu haqda Globalinfo AZA Kapital Bankdan qeyd edib. Kapital Bankın 5 milyondan çox müştərisi var və onların hər birinin təhlükəsizliyi qorunur. Bunun üçün bankımızda ISO 27001 standartı üzrə 5 nəzarət mexanizmi və 24/7 kibermüdafiə mərkəzi fikirdəsiz təhlükəsizlik standartı qurulub. Müştərilərimizdən cihazlarının virusa yoluxmaması və kiberdələduzluq hallarından qorunmaları üçün etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə etməməyi, rəqəmsal platformalarda, veb-saytlarda qeydiyyatdan keçərkən diqqətli olmağı, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi xahiş edirik. Həmçinin kartın üzərində olan CVV 3 rəqəmi kodu SMS vasitəsilə gələn bir dəfəlik 3D təsdiqləmə kodunun şəxsiyyət vəsiqəsinin PIN kodunu heç kimlə bölüşməməyi, banklar adından hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı tövsiyə edirik, deyə xəbərdə bildirilib. Əlavə edək ki, Kapital Bankın işçi və müştərilərinə aid məlumatların internetdə satışa çıxarıldığı qeyd edilib ki, 79 mindən çox istifadəçinin adı və şifrələrinin potensial alıcılara verildiyi barədə sosial şəbəkələrdə iddia yayılmışdı.